İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Cəbrayılın Şükürbəyli və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə növbəti qayıdış baş tutub. Geri dönənlər Respublikanın müxtəlif yerlərində. Əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə, Xocalının Badara kəndinə və Təzəbinə kəndinə hər birinə 10 ailə, Xanabad kəndinə 9 ailə, Ballıca, Xanyurdu, Daşbulaq kəndlərinə isə 4 ailə qayıdır. 31 yaşım var idi. 3 övladımla oğlum qucağında 3 aylıq idi. Meşələrlə Şuşa yoluna çıxdıq Xan kəndində. İndi 9 nəvəm var. Oğlum Şuşadadır, verilib burada işləyir fövqələdədə. Balalarım, nəvələrim köçürük kəndimiz, elimiz, obamız, qohum və əqrabamız hamımız. Mən çıxanda 30 yaşım var idi. Yoldaşımla 3 evladım var idi. Şükür evladlarımı saxlamışam. Nəvələrim var. Qayıdırıq, biraz köyrəlirik, biraz sevinirik. Allah rəhmət eləsin şəhidlərimizə.